Asım selam. Selam kardeşim. Elvin selam. Selamünaleyküm. Bu Azerbaycan'da iki tane muvahhid arkadaş, Müslüman insanlar. Bugün onlarla görüştük. İnşallah şimdi yalnız Kur'an fikrine nasıl gelmişler, biraz onu size anlatmak istiyorum. Önce Asım'dan başlayalım. Asım buyur. Təxmini 2 il öncə olardı da, mən əvvəlcə şiə olduğum üçün sünni kitablara çox oxumuşdum. Məsələn, Buxarını 8 dəfə oxumuşdum, Müslümü 7 dəfə oxumuşdum, Əbu Davud'u oxumuşdum, İbn Macəni oxumuşdum, təfsir kitabları var. Hadislerde uzman olmuştun değil mi? İbn Kəsirin təfsir kitabları var məndə, təfsir Quran-ı Əzim, Təbərrin təfsiri var, onları oxumuşdum. Sonra təsadüfən bir videoya rastladım. O videoda azanın kəlmələrindən danışdılar. Dedilər ki, azanın kəlməsində 19 kəlmə olmalıdır. Amma indi artıq var. Kitab da mənim əlimdən Video kimin videosudur? Edib Yüksəlin videosu idi. Kitab da mənim əlimin altında idi. Elə İbn Macənin kitabını açdım, baxdım, gördüm ki, həqiqətən orada qeyd edir ki, azan 19 kəlmədir. Bu mənə maraqlı gəldi. Ezanın kelimelerini saydın da yani. İki kəlmə artıq çıxdı orada. Hansı kəlmə? Muhammed Rasulullah kəlməsi artıq çıxmışdı orada. Şiilerde daha çok artık var da. Onlarda Əliyən Vəliyullah artırıblar da. Sonra mənə maraqlı gəldiyindən biraz araşdırdım. Buna bağlı yazılar yazdım. Bu yazılar yazan sonra gördüm hamısı düşürdü. Sən kafirsən, zındıqsan, dindən çıxmısan. Bu daha da mənə maraqlı gəldi. Demək nəsə var burada. Onun sonra daşqalıq məsələsi mənə maraqlı gəldi. Rejim. Bu zina edəni öldürmək, daşını öldürmək. Quranda bununla bağlı biz incələmə apardım. Gördüm ki, Quranda 7 dənə ayədə daşqalıq müşrik əməli olaraq keçir. Sonra Tövrata baxdım. Bu mənə maraqlı gəldi. Bu kökəni hardan gəlib? Tövrat oxuyum, Tövratdan gəlib. Qurana kökündən ziddir. Bu mənə maraqlı gələndən sonra Quranı qoydum, başladım Quranı oxumağa, dəfələr təkrar oxumağa. Amma yenə hədislər beynimdə vardı, qalmışdı. Sonra Şialıktan Sünniliğe hiç geçtin yoksa geçmedin? heç keçməmişəm. Ya Şialıktan birbaşa Kur'an'a geçtin. Birbaşa Qurana keçdim. Bu mənim maraqlı gəldi. Qurana dəfələrlə ki, bu öncəkilər təsdiq edəndir. Dedim, görən ki, İncildə, Tövratda nə yazılır? Mən bu kitaba iman etmişəm, qardaşım. Mən bu kitaba sual olacağım. Nə yazılır bu kitablarda görən? Birinci Tövratı oxudum. Tövratı oxudum, aşağı düşdüm. Elə bildim ki, sünniliyi oxuyuram. Baxıram ki, qardaş, daşqala, cübbə, cariyəlik. Daha sizə nələr deməyəm, nə ağlınıza gəlir? Hamısı oradan götürülür. Sən xristianlığı oxuyanda gördüm şiəliyi oxuyuram. Xristianlıq ilk yaranan İsa'dır, şiəlik ilk yaranan Əhl-i Beytdir. Onlar ki, xristianlıq ki, dünya Əhl-i Beyt İsa'nın üçün yaranır, bu ki, dünya Əhl-i Beyt üçün yaranır. Hətta bir hədis də var da, ləvləkə, məşhur bir hədisdir. Bu mənə maraqlı gəldi. Sonra Quranda bəzi ayələr tam anlamağa başladım. Mənə ən çox ayələrdən ayırır. Məsələn, Hədid surəsinin 16-cı ayəsi. Deyir ki, Allah, məgər inananların Allahın mesajı və haqdan nazil olan ilə qəlblərinin yumşalmasının vaxtı gəlib çatmadı mı? Onlar özlərindən əvvəlki kimi olmasınlar. Əvvəlkilər üzlərindən bir müddət keçən kimi qəlbləri sərtləşmiş və Allahın mesajını bıraxıb getmişlər, onlar yoldan çıxmışlar, fasıq olmuşlar. Bu mənə maraqlı gəldi. Demək ki, biz də qəlbimiz sərtləşə bilər. Biz də mesajı tərk edə bilərik üstündən bir müddət keçəndən sonra. Bir də gördüm ki, Furqan surəsinin 30-cu ayəsində tam əmin oldum ki, Allah deyir ki, və qalə Rasulü ya Rabbi, inni qavmi ətəğzə həzəl Qur'ana məhkûr. Maşallah. Elçi deyəcək, ey Rəbbim, mənim xalqım Qur'anı tərk etdi. Dedim ki, həqiqətən bu ümmətdə Hristiyan və Yahudilər kimi Allah'tan onlara gələn mesajı tərk ediblər. Sonra yalnız Kur'an'la kendi hayatını düzenlemeye başladın. Qur'anı süzgəc kimi istifadə edim. Bütün özümü, öz varlığım ilə Qur'anın süzgəcindən keçirdim ki, beynimdə nə mikrob var, Qur'anın dediği şəfa ilə beynimdəki mikrobları təmizləməyə başladım. Maşallah. Yaşı bu mezhepte olanlara, Şiiliği takip edenlere, ya Sünniliği takip edenlere, neyse tarikatta olanlara ne diyebilirsin onlara? Onlara deyə ki, Qur'anı yaxşı incələsinlər. Onlar da tövsiyə edirəm hamıya, Tövratı və İncili mütləq oxusunlar. Mütləq. Bir də düşünün, Qur'anın təsdiq sifəti var. Qur'an İncildə və Tövratda nəyi təsdiq edir? O heç təsdiq etmədiyi bütün mövzular, hədislərlə sizin dininizə gəlib. Siz
Tövratda və İncildə Quranın inkar etdiyi heç bir şeyi inkar edə bilmərsiniz. Çünki hamısı sizin dininizə gəlib keçib. Onun görə bunu düşünün, araşdırın, incələyin. Ona görə siz heç bir xristian və yahudilərlə danışa bilməyəcəksiniz. Xristian da İsa haqqında nə deyirsə, şiələr, imamlar Yani haqqında şey deyir. dinin kaynağı Kur'an'dır. Mütləq şəkildə. Çünki elçi özü deyir ki, Ənam surəsinin 19-cu ayəsində Allah deyir ki, de, bu Quran mənə vəhy olundu ki, onunla sizi və səhabələrinə, onun çatacağı hər kəsi bizə deyir. Maşallah. Xəbərdar edin. Və elçinin tək vəzifəsi Quranda nədir? Çatdırmaq. Maide 99. Mə alə rasul illəl bələğ. Elçinin üzərinə düşən yalnız çatdırmaqdır. Maşallah, Çatdırır. maşallah. Təfsir də Elə Allahın Azər cəzasında tam belə yerinə gəlir. Çatdırmaq. çatdırmaq. Bizdə açıqlamaq deyirlər, amma açıqlamaq da iki mənaya gəlir. O şey belə tam çatdıra bilmirsən də demək istədiyini. Amma Azərcədə çatdırmaq elə tam denk gəlir. Quranın özündə Allah özü açıqlayıb. Hud surəsinin 1-ci ayəsi Əlif Lam Ra, bu hər şeydən xəbərdar olan Allah tərəfindən ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir kitabdır. Bu ona görədir ki, siz Allahdan başqasına qul olmayasınız. Maşallah. Və Quranın bir sifəti müfassaldır, müfassal, fəsil-fəsil, hər şey detaylı, ayrıntılı açıqlanmış bir kitabdır. Çok güzel. Sen biraz imkan ver. Qardaşınız danışsın. Elvin biraz danışsın. Sağ ol abi. Aleyküm kardeşler. Deməli, mən də bu Ha, sen de inşallah. aslında fərqli biraz 6-7 ay olar. Sadəcə Allah Quran mesajı oxudum. Yani demek olar ki mezhepleri filan hamısını bir tarafa koydun. Düzdür, Sadece hayatına Kur'an'ı aldın. Aslında fərqli olaraq biraz az oxumuşam. Yəni sadəcə elə eşitdiklərim Senin aklın daha az biraz bulanık boş, olup da biraz yaxşı az. olup daha berrak. biraz şəffaf qalır. Asımınki çok bulanık ama yaxşı temizleyip. O yüzden elə əvvəllər bu YouTube'da biraz gördüm bu bəhslər gedir yəni firqələr arasında. Sonra bir neçə videoya rastladım yəni ki bu Quranla danışan yəni adları De problem yok. yəni Edib Yüksel, Yaşar Nuri bunlara izlədəsi bir şey yoxdur. Yəni onların bir vəsiləsi oldu bura, kömək oldu. Sonra biraz baş şey oldu yəni ki Karıştı. baş qaldım. Yəni bu Sual işareti yəni yarandı Quranı da öyle bir. oxumamışım tam. Elə sadəcə bir iki dəfə oxumuşdum amma yəni gözümü açıb oxumamışdım. Yəni sonra qeydlər apardım. Məsələn bəzi ayələri yığdım ki yəni özümə lazımdır. Yəni şəfaətlə bağlı. Quranda la ilahe illallah 29 yoxsa 30 dəfə. Yəni başqa burada amma biz deyirik la ilahe illallah Muhammed Rasulullah. Bəqərə 285-də baxsaq biz elçilərin hamısına, mələklərə, Rəbbin tərəfindən verilənlərə hamısına iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Onda belə çıxır, yəni bu la ilahe illallahdan sonra demək bu bütün elçilərin gərək adını çəkək. Yəni bu düz deyil yəni. Yani la ilahe illallah'tan sonra Yerlər gelen deyir ki, kelimeler aslında fazlalık. Evet. Lazım değil. lazım. Onu söylememek o peygambere iman etmediğimiz manasına gelmiyor. Yəni bir də bu bir ayə rastladım adı yadımda. Yəni ki deyir ey kitab əhli, gəlin aramızda elə bir kəlməyə gələk ki, Tək bir Allahdan kəlmə, başqa qeyrisinə ibadət etməyək. Yəni bu kəlmə də la ilahe illallah. Yəni sonra bu la ilahe illallahın özü, yəni la yəni hər şeyi bir kənara bırak. Yoxdur ilah Allahdan başqa. Yəni bu həqiqətən bu kəlmə biraz güclü kəlmədir. Yəni bu Maşallah. Önce inkar, bu hər şeydir. Evet. Hər şeyi bir kənara bax, fikirləş. Yəni, yoxdur ilahlar, bütün ilahları, bütün hər bir şeyi kənara bırak. Sonra həqiqətən gördüm ki, la ilahe illallah, Allahdan başqa ilah yox. Yəni sonra Zuhruf 44'ü rast gəldim. Yəni orada deyilir ki, doğrusu bu Quran yalnız kitaptan sorulacaksınız. necə? Yalnızca kitaptan sorulacaksınız da yani. Doğrusu bu Quran sən və sənin xalqın üçün bir şərəfdir. Siz soru-suala tutulasınız. Yani demeli başka bir kitaptan soru suala çekilmeyeceğiz. Da. Evet.
Anca Kur'an'la. Quran. Aha. Bir də Asim qardaşın dediyi kimi o Furqan 30-da elçinin bir tək şikayəti var. Gördüm bu Quranı tərk etdi. Yəni nə onun orada sünnət deyilir, nə hədisi deyilir. Yəni bu Quranı Yalnızca tərk- Kur'an'la. Yəni bu doğrudan biraz ağırdır. Yəni ki, bunun elçinin bir yerdə deyir ki, sən də onlara şahid gətirəcək. Yəni bu Quranı sənə biz ətraflı doğru yol göstərici kimi nazil etmədik. Yəni bunları oxuduqdan sonra bir də Quranda hədis kəlməsi daha gözəl keçirilməsi üçün. Onlar bu Qurandan sonra hansı sözə, amma orada hədisə keçir. Yəni sonra Zümer 23-də ən gözəl Hadis. əhsinül hədis. Quran. Baxdım ki, bu ən gözəl hədis budursa, yəni başqa bir hədisə ehtiyac da yoxdur. Biraz danışım, biraz Ya problem de yaşlıdır. bilmirəm, yəni İnşallah. xahişim Hə. budur ki, yəni bir də atalar tez-tez səslənir, atalar bağlı surələr, yəni onların etdikləri özlərinə aid, yəni ki, öz qeydinizə qalır deyir ki, Quranda. Yəni Sen ne kimin diyebilirsin etdiyi, mezhepte olanlara? Məhzəbdə olan deyim ki, yəni ki, atalarınızın dinini araşdırın. Zənnə qapanmayın. Sorğulayın da. Quran deyir ki, məgər bunlar Quran barədə düşünmürlər. Siz Quran barədə yox, hər firqə özündə olanı seçin. Quran firqələri pisləyir, yəni ki, dinini bölüb firqələrə ayrılanla sənin bir ümumiyyətlə peyğəmbərlik sənin əlaqən Alakan yox. yoktu yani. Yəni bu firqələrə bölünmür. Yəni əgər bir birləşmək istəyirsən bir müsəlman kimi, yalnız sizin hidayət olunan vəsiləniz Qurandır. Quran. Başqa vəsilə axtarın. Maşallah maşallah. Çok Sizin vəsiləniz Qurandır. Əgər bu çirkabları atmaq istəyirsinizsə, yəni ki, Müdəssir surəsi, ey gizlənən, ey örtülmüş üstü, qalx və oya, qalx xəbər et. O pisliklərdən təmizlən. Yəni bu ayələr bizə xəbər verir. Yaxşı. Videonun vaktini çok uzatmayak. Təşəkkür edirəm. Asim Allah razı olsun. hamısını aldı Yəni videonun vaktini. araşdırın. Atalarımızın dinini Oldu. araşdırın. İnşallah. Herkes de atalarının dinini araştırsın, sorgulasın. Salam aleyküm. Ben de şad oldum. İnşallah görüşerek daha sonra yine. Çok sağ olun.